Çox mənzilli binaların sakinləri mənzil istismar sahələrinin fəaliyyətindən narazıdır. Bitib tükənməyən zibil problemi isə sakinləri lap cana gətirib. Zibil günlərlə yığılmır. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Şəhərin köhnə binalarında olan lift problemi də hələ öz aktuallığını itirməyib. Şəhər sakinləri deyir ki, problemləri həll etməyən mənzil istismar sahəsinin işçiləri görmədikləri işə görə pul yığmağı yaxşı bilir. Pullarını da vaxtında veririk biz. Liftlərin, süpürgə xadimətçilərin zaten bütün hamısının pullarını, bütün hamısını vaxtında veririk. Liftin hətta o pulunu, liftyorun pulunu veririk. Liftlər bu dəqiqə bərbad haldadır. Onun təmir lazımdır. Bu vəziyyəti görürsən də dözülməz halda. Sonra əsas məsələ liftlərdir. Bax, bu liftlərimizin biraz vəziyyəti çətindir. Köhnəli 30 ildən çoxdur işləyir. Öz vəsaitimizlə bir təri düzəldirik. Amma yenə də lift işləməyəndə mən məsələ özüm 70 yaşım var, yuxarı qalxıb düşə bilmirəm. 2009-cu ildə qəbul olunan Mənzil məcəlləsində mənzil istismar sahələrinin fəaliyyəti nəzərdə tutulmayıb. Yəni məcəlləyə görə 2009-cu ildən mənzil istismar sahələrinin fəaliyyəti qanunsuz sayılır. Yeni məcəllənin qəbulundan 4 il keçməsinə baxmayaraq bu məsələ təcrübədə öz həllini tapmayıb. Yəni mənzil istismar sahələri hələ də müvafiq icra orqanları tabeçiliyində fəaliyyət göstərir. Ekspertlər mənzil istismar sahələrinin ləğv olunmamasını icra orqanlarının ayrılan pullardan hələ də yararlanmaq istəyində görür. Onların əsas maliyyə mənbələri iki mənbələrdir. Yəni birincisi dövlət büdcəsidir. Hər il dövlət büdcəsindən milyonlarla həcmdə vəsait ayrılır mənzil istismar sahələrinin saxlanması və ümumiyyətlə fəaliyyəti üçün. Və digər maliyyə mənbəyi Nazirlər Kabinetinin müvafiq qərarı tənzimlənmiş mənzil haqqı və zibil daşımasına görə yığılan haqqlar təşkil edir. Və bu iki mənbə yəni mənzil istismar sahələrinin gəlir mənbəyini təşkil edir. Və görünür ki, bu mənbələrdən məhrum olmamaq üçün bugün mənzil istismar sahələri mövcuddur və fəaliyyət göstərir. Dövlət büdcəsindən bilirsiniz vəsaitlər ayrılır. Mənzil istismar idarələri var hər bir rayonda. Hər bir rayon vasitəsilə rayon büdcələri təsdiq olunaraq kifayət qədər böyük vəsaitlər verilir. O binaların güya cari təmiri üçün, güya onların zibillərinin və digər problemlərinin həll edilməsi üçün və bu sərf edir yerli icra hakimiyyəti orqanlarına. Və dolayısıyla yolla rayon icra başçıları bu işdən maraqlıdırlar. Millət vəkili Əli Məsimli də mənzil istismar sahələrinin fəaliyyətinin arzu olunan səviyyədə olmadığını bildirir. Buna baxmayaraq deputat indiki halda mənzil istismar sahələrinin fəaliyyətinin mövcudluğunun tətbiq olunan fərqli mexanizmlə əsaslandırır. Mənzil məcəlləsi ilə bağlı Nazirlər Kabinetinin xüsusi qərarları var. Bu qərarlarda tamamilə başqa bir mexanizm təşrif olunur. O mexanizm təşrif olunanda JEK-lərin qaldığı müddətdə pilot təsərrüfatlar təcrübədən istifadə eləmək bütün dünyada qəbul olunmuş bir üsuldür ki, məsələn, ayrı-ayrı regionlarda bir neçə mənzilin idarə edilməsinə bunu tətbiq eləmək olar. Bunun vasitəsilə həm JEK-lərlə yeni üsulun fərqi ortaya çıxar. Həm də bilavasitə bu sahədə özümüzün təcrübəsi, beynəlxalq təcrübəni Azərbaycana tətbiq edən zaman hansı çatışmazlıqlar bilavasitə varsa, onun korrektirovkası üçün kifayət qədər materiallar əldə eləmək olar. Millət vəkili qanunun işlək mexanizmə çevrilməsində 4 ilin kifayət qədər böyük müddət olduğu fikrindədir. Onun fikrincə indiyə qədər tətbiq olunan təcrübə bitməli idi. Bəzən məmurlar özünü qanundan yuxarıda tutur və deyir ki, qanun mənəm. Bu da qanunun tətbiqini gecikdirir. Əli Məsimli belə deyir. Elman Bakovi, Elvin Acəliyev, Yurtxəbər.